Sən mənə güləcəksən yoxsa yox? Sən mənə güləcəksən. Şeyx, siz bu yaxınlarda səs yazılarınızdan birində demisiniz ki, əgər cümə namazının azanını eşitmirsənsə, getməyə bilərsən cüməyə. Bəzi insanlar müxtəlif fikirlər bildirdi sizin bu sözünüzə və fikirlərdən biri də budur ki, güya siz bu sözünüzlə dini cılızlaşdırmısınız. Birinci, bu fikir mənim fikrim deyil. Bəzi alimlər deyib bunu. Məsələn, Şeyx Albani. Şeyx Albani bunu deyəndə dini cılızlaşdırır. Yəni, bu hələ demək düzgün deyil. Özdə mənə təəccübləndirdi. Bir-iki uşaq olar heç, onlara fikir vermirəm. Ancaq, məsələn, hansısa diktor danışır, onu deyir, qəribədir. Orada mən demirəm ki, cüməyə gəlmə, məsələn, otur, məsələn, evdə televizora bax ki, cümə vaxtı gəlmə namaza, cüməyə, meçdə. Kim də onu deyən? Cüməyə gəlmək lazımdır, tərk eləmək olmaz. Azanı eşitmirsənsə, getməyə bilərsən, fətvaya bax. Və biz belə rədd etmişdik. İndi Şeyx Hafizəhullah əllərinə düşüb, Şeyxdən soruşurlar ki, Şeyx, sizə belə bir cavab veriblər, yəni bizi deyir. O da bizə uşaq deyir. Bu fətvanı verib axı, düzdür? İndi nəsə eləməlidir. Əslində nə eləməlidir? Qayıtmalıdır. Səhv demişəm, düz başa düşməmişəm, məsələnin mahiyyətinə varmamışam, qaçırtmışam. Olur, qardaş, normaldır, labüddür. Danışan adam səhv eləyər. Nə problemdir ki? Qayıtmaq başı ucalığıdır. Özgə vaxt deyirlər ki, səhvimizi deyin, qaydaq da biz. Nə vaxt qayıtmamışıq? Bəs edər ki, desinlər bizə səhvimizi. Burada nə var ki, nə problem var ki? Qayıtmaq da baş ucalığıdır. Qardaşım, qayıt da. Belə fətva olar. Səhvindən qayıtmaqdansa ki, hə, yox, orada fikirləşməmişəm, mahiyyətinə varmamışam, düz baxmamışam, düz fətva verməmişəm, qayıdıram, hə, yox, getmək vacibdir cümə namazına. Azanı eşitdin, eşitmədin, getmək vacibdir. Bunu etməkdənsə, Şeyx Hafizəhullah, bunu etməkdənsə, bilirsiniz nə edir? Məsələyə don geyindirir. Subhanallah, həzm edə bilmir. İndi qarşısındakına uşaq deyir axı bizə. Uşağın sözünü qəbul etməyəcəm ki, nəsə eləməlidir, don geyindirir. Geyindirdiyi dona baxın. Qayıtmır ki, görün necə don geyindirir. Deyir, yox, deyir, siz baxsanız, deyir, mən orada demişəm ki, fikir verin, mən orada demişəm ki, cümə namazına getmək lazımdır. Cümə namazına getmək lazımdır. Təkrarlayır. Sən demə, əziz qardaşlar, bugünə qədər İslamın 6-cı hökmü var imiş, lazımdır hökmü. Bizim bundan xəbərimiz yox imiş. Biz elə bilirik ki, İslamın 5 hökmü var. Vacib, haram, məkruh, müstəhəb, mübah. 5 hökmü var. Bütün əməllər hamısı 5-nin ətrafında dövr edir. Sən demə 6-cı da var, lazımdır. Bizim bundan xəbərimiz olmuyor. Şeyx Hafizəhullah tezə çıxardıb, kəşf edib özündən. Don geyindirir, nəsə geyindirməlidir, qəbul etmirsənsə səhvi. Nəsə bir şey deməlisən cəmaata. Cəmaat da deyib baxır belə, subhanallah. Biri demir ki, yanındakılar demir ki, lazımdır nədir? Nə lazımdır? Belə şey var, lazımdır. Deyir ki, yox, deyənlər də var. Şeyx Albani. Şeyx Albani deyib. Allahu akbar. Şeyx Albani'nin sözünə cavab vermirəm. Mən bilirəm Şeyx Albani fətvasını. Sözünə cavab vermirəm. Bir də Şeyx Hafizəhullah çıxıb bu Şeyx Albani fətvasını desə, mən Şeyx Albani fətvasını izah edəcəm sizə. Alimin sözünü deyir. İndi cəmaat da bilmirək, cəmaat nə bilir Şeyx Albani nə deyib orada. Onu da düzgün yerinə qoya bilmir. Şeyx Albani dediyi hara, sənin dediyin hara, bizim bu məmləkətdə, şəhərdə yaşadığımız hökm hara, cavabın hara. Şeyxin fətvasına aldanmayın. Şeyx səhv edir. Mən dedim, adam belə də yoxdur.